Salamlar. Gəlin 11 yanvar 2026-cı il tarixində keçirilmiş EYLET sınaq 4 buraxılış imtahanından 10-cu sinif üçün ingilis dili suallarının izahına baxaq. Deməli, başlayırıq 5-ci sualdan. 9-cu sinif üçün olan izahı artıq kanalıma yükləmişəm. Keçid edib izləyə bilərsiniz. Deməli, bizə məktub şəklində bir short text verilibdir. Dear customers, əziz müştərilər, thank you for your interest in our electronic store. Bizim elektronika mağazamızdakı marağınız üçün, diqqətiniz üçün təşəkkür edirik. Deməli, mağazamızdakı mal, əmtə yüksək keyfiyyətdədir və deməli, etibarlı qiymətədir, yəni münasib qiymətədir. Siz mağazamıza baş çəkə və except uşaqlar nə deməkdir? Savayı. Bazar günündən savayı həftənin istənilən günü mağazamıza baş çəkə bilərsiniz. Gəlin baxaq. Grocery store deyir, amma burada nə store deyir? Electronic store. A variantı bu səbəbdən yanlış. Quite expensive, olduqca bahadır. Xeyr, münasib qiymətədir. Həftənin hər günü açıqdır, əlbəttə ki, yox, bazar günündən başqa. Deməli, paltarlar deyir, satılır, yox. Və closed on Sundays. Bazar gündən başqa hər gün gələ bilərsiniz. Yəni, bazar günü bağlayıq, digər günlər açıqdır. EYLET Akademiya xoş gəlmişsiniz. Today is the first day of classes at the academy. Bugün akademiyada, kursda ilk gününüzdür. Please maintain quiet in the classrooms. You can approach the managers to get acquainted with the class schedule or ask questions. Schedule cədvəl deməkdir. Get acquainted də tanış olmaqdır. Sinif cədvəli ilə, dərs cədvəli ilə tanış olmaq üçün və ya suallarınızı soruşmaq üçün rəhbərlərə yaxınlaşa bilərsiniz. Zəhmət olmasa sinif otaqlarında sakit olun. Gəlin baxaq ki, bu elan bizə nə edir? Make noise səs etməkdir. Deyir, səs edə bilərsiniz. Əlbəttə ki, yanlış. Bugün universitetdə ilk gündür. Xeyr, EYLET Akademiyada ilk gündür. B variantı yanlış. Deyir ki, onlar həmişə məşğuldur. Heç vaxt rəhbərlərə yaxınlaşmayın. Yanlış. Talk to teacher Nicat to get acquainted with the class schedule. Burada xüsusi bir müəllimin adı qeyd olunmayıbdır. Buna görə D variantı yanlış və Y variantı doğru cavabımızdır. Əlbəttə ki, siz suallarınızı menecerlərə verə bilərsiniz. Gəlin baxaq 7-yə. Əziz tələbələr, join us for our amazing New Year's Eve event. Eve ərəfə deməkdir. Yəni bizim yeni il ərəfəsi tədbirimiz üçün, möhtəşəm tədbirimiz üçün əziz tələbələr, bizə qoşulun. Bu tədbir La Terrace restoranında dekabrın 30-u keçiriləcək və sadəcə müəllimlər üçün pulsuzdur. Olmadı ki. Müəllimlər üçün pulsuzdur. Belə deyəndə çox vaxt variantda yazılır ki, hamı üçün pulsuzdur. Məsələn, o bir-başa görür ki, səhvdir. Və iştirak menecers, yəni rəhbərlərin iştirakı gözlənilmir. Gəlin baxaq, görürsünüz mən dedim, hələ variant çıxmadan dedim. Hamı üçün deyir pulsuzdur. Əlbəttə ki, yox, sadəcə müəllimlər üçün. Deməli, bu da yazaq. Only teachers. B-də nə deyir? Managers will not attend the event. Bəli, gözlənilmir. Ya düzgün cavab B-dir. Hamı iştirak etməlidir. Should, yəni o deməkdir ki, lazımdır, gərəklidir, olmalıdır, belə olmalıdır, belə olsa yaxşıdır. Xeyr, bu sadəcə dəvət edir, gəlin iştirak edeyim. Yeni ildən sonra keçiriləcək, yeni il tədbiri onsuz da. Bir də deyir, hələ ki, location məkandır, məkan bilinmir. Xeyr, artıq planlaşdırılıb, məkan da qeyd olunubdur. Gəlin baxaq. Ferdinand Magellan was a famous explorer who lived about 500 years ago. He was born in Portugal around the year 1480. Yəni, mən bir başa tərcüməsini deyim, yəqin ki, siz özünüz başa düşəcəksiniz. Ferdinand Magellan 500 il əvvəl, təxminən 500 il əvvəl yaşamış məşhur tədqiqatçı idi. O 1480-ci ildə Portuqalda doğuldu. Magellan dünyada su ətrafında ilk səyahəti ilə tanınır. Bəli, coğrafiyadan bilirik. Hətta deyir ki, o bütöv səyahəti özü tamamlamasa da onun səyahəti insanların yer kürəsinin necə başa düşməsini dəyişdirdi. Magellan Asiyaya yeni su yolu, dəniz yolu marşrutu tapmağa çalışdı. Marşrut deməkdir. Belə ki, deyir, tacirlər belə deyək də, daha asanlıqla bir dəqiqə yazaq, bəli. İndi davam edək. He asked the king of Portugal for help, but the king refused. Ask xahiş etməkdir. O Portugal kralına xahiş etdi, lakin kral rədd etdi. Sonra kral, İspaniya kralı onun belə deyək, Portugal kralı, baxın, diqqətli olun, rədd etdi. Amma İspan kralı
onun planına dəstək olmaqla razılaşdı. 1519-cu ildə Magellan İspaniyanı 5 gəmi, təxminən 270 about sözü saydan əvvəl gəlibsə təxminən deməkdir. Təxminən 270 dənizçi ilə Magellan İspaniyanı tərk etdi. Səyahət çox uzun və çətin idi. Kru dənizçi heyətdir. Heyət tufanlarla, acılıqla, xəstəliklə üzləşdi. Səyahət müddətində ərzində Magellan deyir ki, Cənubi Amerikanın ucunda dərin bir dəniz cığırı yolu kəşf etdi. Və bugün bu yol Magellan boğazı adlandırılır. O həmçinin Sakit Okean adlandırdı. Çünki o burada ilk dəfə səyahətində okean sakit idi. Üzgün, yəni sədli, qəmgin bir şəkildə Magellan Filippinlər tərəfindən yerli əhali ilə mübahisə zamanı 1521-ci ildə öldürüldü. Hətta Magellan ölsə də bir gəmi və kiçik bir dənizçi qrupu öz səyahətinə davam etdi və İspaniyaya qayıtdı. Bu səyahət də sübut etdi ki, dünya, yer kürəsi yumrudur və insanların bir dəfə inandığından daha böyükdür. Olduqca maraqlı mətn idi. Voyage də səyahət deməkdir. Xüsusilə gəmi ilə olan səyahətdir voyage. İndi gəlin baxaq. Yəqin ki, mətn burada bitdi. Aha, düzgün variantı seçin. Deməli, özü deyir, baxın, himself, diqqət edin, özü tamamlaya bildi, tamamlaya bilmədi. Magellan doğulduğu yerdə öldü. Magellan harda doğulmuşdu? Portuqaliyada. Bəs harda öldü? Filippində. C yanlış. Səyahət çox rahat idi, əlbəttə ki, xeyr. Acılıq var idi, xəstəlik var idi. Baxın, bayaq da dedim, mən diqqət etməyinizi deyirəm. Necə praktik izahlar verirəm, bir dənə fikir verin. Portuqal kralı rədd etdi Magellan ideyasını. Bir dənə baxaq. Görürsünüz, Portuqal kralı rədd etdi. Refused. Burada bir də deyir, yeni yol tapmaq istəyir. Bu C-dir. C dəniz yoldur, amma burada land yazıb. Land quru yoldur. Bu qurudur, amma Magellan tapmaq istədiyi C idi. Yəni dəniz yolu idi. Bu sözə görə də bu yanlış. Cavab oldu Y variantı. Bəli. Reject, refuse deməkdir. Görürsünüz ki, sinonimləri bilmək lazımdır. Aha, mətn əsasən nə haqqındaydı? Deməli, Portuqal araşdırmaçı Magellan boğazı haqqında deyildi. Rahat səyahət haqqında deyildi. Yəni, ümumiyyətlə bizdə buradan Ferdinand Magellan nə vaxt doğuldu, nə vaxt səyahət etdi, necələdir? Yəni, sırf ondan danışır. Digərləri yardımcı mövzulardır. Nə üçün Asiyaya yeni dəniz marşrutu, yolu tapmaq istədi Magellan? Əlbəttə ki, İspan kralının xahişini doldurmaq istədi. Bu zaten yanlışdır. İspan kralına o təklif edir. İspan kralı ona ekspedisiya, qoşun verir. Yəni, təchizat verir ki, getsin. Portuqaliyada artıq daha yaşamaq istəmirdi, yanlış idi. Deməli, C də yanlışdır. Tacirlərlə görüşmək istəyirdi, yox. Sonra daha doğrusu istəyirdi ki, tacirlər deməli asan çıxış yolu tapsın, yox. O dünyanı kəşf etmək istəyirdi. Deyir, niyə su yolu tapmaq istəyirdi? Çünki quru yolu işğal olunmuşdu, Occupy zəbt olunmuşdu, işğal olunmuşdu. Əlbəttə ki, yanlışdır. Dünyanı kəşf etmək, eksport araşdırmaq istəyirdi. Yəni bizdən düzgün cümləmizi istəyir. Magellan ciddi xəstəliklə öldü Filippində. Xeyr, öldürüldü. Was killed. Orada onu yerli hali öldürdü. Bu da insanda bunun xeyridir. Gəlin baxaq. Magellan səyahəti insanın dünyanı necə başa düşməsini bəli dəyişdirdi. Heç bir çətinliklə üzləşmədilər. Yanlış. Orada var idi. Misal üçün biri aclıq idi. Hunger. Bu deyir Şimali Amerikada yerləşir, amma Magellan boğazı Cənubi Amerikadadır. Çox diqqətli olmaq lazımdır mətnlərdə. Və Magellan deyir öldürüldükdən sonra. Bir dəqiqə, Magellan is voyage. Magellan. Gəlin bir dənə baxaq. Burada var idi axı bu. Baxın, this trip changed how people understood those. Changed how people. Magellan öldürüləndən sonra deyil, səyahət bitdi. Yenə baxaq. Burada elə bir 2 dənə düzgün cavab olur. Magellan ölməsinə baxmayaraq səyahətə davam etdi.
Hə, çaşdırıcıdır. Bir dəqiqə. Deyir Magellan öldürüləndən sonra səyahət bitdi. Xeyr, davam elədilər. Magellan öldü deyə bunlar geri qayıtmadı. Davam elədilər, sonra geri qayıtdılar. Yəni düzgün cavab B variantıdır. Deməli, gəlin baxaq. Wrong, yəni bizdən səhv istəyir. Magellanın səyahəti sübut edir ki, dünya yumrudur. Bir düzdür, true. Magellan bir gəmi ilə İspaniyanı tərk elədi. Məncə elə bir gəmi idi. Yo, əstəğfurullah, 5 ships. 5 gəmi idi. Elə 2-ni götürürük. Deməli, bir dəqiqə bunu silib, sizin başınız qarışmasın. Portugal kralına heç vaxt dəstək olmalıdır, amma İspan kralı bunu etdi. Düzdür, true. Magellan Sakit Okean adlandırdı, Pacific Ocean. Çünki bu çox geniş idi. Xeyr, calm, sakit idi. Ona görə də 4 yanlışdır. Yəni 5 gəmi ilə getdi və sakit idi. 2-4 yanlışdır. İndi baxaq qrammatikaya. They have to finish all the work by tomorrow evening. Onlar bütün işi sabah axşama kimi bitirməlidirlər. Baxın, have to-dur. Burada have to-nun sualı inkarı modal feildir. Sualı inkarı düzəlir. Do, does. Gəlin baxaq, təsdiqdə eləmi. Ona görə inkarları çıxın. Çıx. Əmi də çıx. So have I. Sualın inkarını nə ilə düzəldirsə köməkçi feil lazımdır. Bir dəqiqə. Üzüldü sayın, bir dəqiqə. Burada biz təsdiqə baxmırıq. Have to-nu incə dedim. Didn't have to ya da don't have to. Elə have-i çıxın. Have to-dən olmaz. Əmi də çıxın. Deməli, have-i də çıxın. Burada the olsaydı, bu cümlədə təsdiqdə olardı. Yəni, onlar da tamamlamalı deyil. Mən tamamlamalı deyiləm. Amma deyir, onlar tamamlamalıdır, lakin mən yox, ziddiyyət var. Ona görə C variantı üzüldü sayım. Gəlin, baxaq, indi 17-yə. Can be changed. Bayaq deyirdi ki, dəyişdirilə bilməz. İndi ki, can be changed. Dəyişdirilə bilər. Dəyişdirilə bilər hansı tamamlığı olan? Tamamlıq, deməli, olan. Yəni, kimin nəyi sualına, what sualına cavab verən. Gəlin, baxaq. Və feildən sonraya baxmalıyıq biz. Elections have been going on for 2 days. Seçkilər 2 gün davam edəcək. Subject, verb, bu da adverb. Bu çevrilə bilməz əlbəttə ki. Deməli, our soldiers are protecting the motherland. Nəyi müdafiə edir? Ana vətəni. 2 dəyişilə bilər. 3-ə baxaq. Deməli, burada yenə xəbərdir. Baxın. Daha da pisləşdirir xəstənin vəziyyəti günbəgün. Bu isə adverbdir. Olmaz. 4-də müdafiəçi deyir fikrini, daha doğrusu etirazını hakimə bildirdi. Nəyi etirazını? Yəni, oldu ki, 4 dəyişilə bilər. Tamamlığı olan, kimi nəyə sonra cavab verən söz olan. Düzgün cümləni istəyir bizdən. Yenə bu uzlaşma sualı. Gəlin axırdan gedək. Polis bildi ki, cəmdədir. İz yox, ad olmalıydı. 4-ü çıxaq. Some fish. Fish samla işlənirsə cəmdədir. Look da cəmdədir. Düzdür əlbəttə ki. Baxın, some of-un deməli mübtədası sayılmayansa xəbəri də təkdə olur. Cəmdə olsaydı mübtədası xəbəri də olardı cəmdə. 2 də yanlışdır. Bir düzdür. Faces cəmdə. Qazə cəmdə, hər ikisi cəmdə. Deməli, cavab oldu 1-3 Y variantı. Gəlin baxaq, deməli, when var, bir də yet var. Yet varsa, bu olmalıdır. İndiki bitmiş. Mən buraya yazıram. İndiki, deməli, bitmiş zaman. İndi gəlin baxaq. İndiki bitmiş olmayan, keçmiş bitmiş də ola bilər bu arada. Keçmiş, bitmiş. Gəlin bir dənə baxaq. Deməli, digərlərini çıxaq. Ümumiyyətlə, biz baxırıq ki, günəş, baxın, biri var, rise feili, qalxmaq. Biri də var, raise, qaldırmaq. Bu artıq qaydalıdır. Günəş qalxdı oldu, qaldırdı olmur. Günəş hələ qalxmayıb. Yəni, raised zaten olmaz. Deməli,
Yet bir də nə ilə işlənir? Sual inkar cümlələri. Sual inkar. Ona görə də cavab olacaq, deməli inkarda Y variantı. Günəş hələ çıxmayıbdı. When and then-də. When they reached the village, the sun hadn't risen yet. Günəş hələ qalxmamışdı. Baxın bir də izah edirəm. When də keçmiş sadə ilə keçmiş bitmiş uzlaşır. Yet sual inkar cümlələrində bitmiş zamanda işlənir. Rise feili qalxmaqdır, raise qaldırmaqdır. Günəş özü çıxır da, qayıdış növbədə elə bir ki. Elə düşünün. Hərəkəti özü özündə icra edir. Ona görə cavab olur Y variantı. Lastdan sonra zaman mənası bildirməyən söz gəlirsə, o zaman D artikli olmalıdır. By'dan sonra nəqliyyat vasitəsi varsa, means of transport boş olmalıdır. Yəni cavab olur elə C variantı. We missed the last train. Biz sonuncu qatara qaçırdıq və evə taksi ilə getdik. Deməli, bizdən düzgün cümləni istəyir yəli halda. Yəli haldan sonra article gəlmir. Gəlin baxaq. It is a fact that, baxın, buradan görüb demin ki, bu it is'dir. Gəlin bura baxaq. 1 saatlıq məşq. Ən apostrofes 2 düzdür. Deməli, biri çıxaq, ikini saxlayaq. Bu artıq, deməli, zərf sifət, daha doğrusu, bəli, zərf sifət isimdir. Alisa'nın yenicə bəzədilmiş otağı. İndi gəlin baxaq. Daha doğrusu yanlış dedim. Alice has newly. Zərf sifət sonra isim gəlməz. Zərfdən sonra isim gəlməz. Bu olmalı idi nə əziz şagirdlər? Bunun açılışı nədir? Has. Alice deməli. Amma daha doğrusu Alice is newly decorated room. Bir dəqiqə gəlin baxaq. The man in the hat standing in the parking lot is Ted's and Alice is father's. Burada hardasa 3-də çünki newly zərfdir. New özü sifətdir. Zərf sifət isim gəlməyi biraz çoxlaşdırıcıdır. Amma has deyil. Bir dəqiqə, has deyil bu. Böyle yerli halda. The man in the hat standing in the parking lot is Ted is and Alice is father's. Hə. Bu birinci düz dedim. Bu elə sifətin zərf sifət isimdir. Çaşdırıcı sualdır. Mən bu cümlədə boz-boza fikir vermədim. Burada artıq xəbər varsa bu yerli çaldı. Bayaq dediyim kimi ikinci xəbər varsa cavab olacaq 2-3. Alice'in yenicə bəzədilmiş otağı çox cəlbedici, göz oxşayan idi. 4-də deyir ki, deməli, parkingdə dayanmış, bəli, şlyapada olan kişi Ted və Alice'in, baxın bir kişidir. Ted və Alice'in atasıdır. Deməli, Ted və Alice bacı qardaşdır. Yəni, Ted'in apostrofesi olmamalıdır, sadəcə Alice-də olmalıdır və fazəsi yox, fazə olmalıdır. Əgər ayrı-ayrı 2 nəfər ayrı olsaydı, o zaman burada mən yox, men olardı. Əlbəttə ki, burada iz yox, arı olardı. Cavab oldu 2-3. Çaşdırıcı sual idi. Gəlin baxaq, bizdən mürəkkəb isimləri istəyir. Roman sadədir. Relationship gəlmə mənasında deyil deyə sadədir. 1 və 4-ü çıxanda cavab qalır C. Steamship gəlmə mənasında mürəkkəbdir. Kameraman mürəkkəbdir. Əlbəttə ki, Englishman mürəkkəbdir. Membership gəlmə mənasında deyil deyə düzəltmədim. 2, 3, 6. Gəlin baxaq, Lux bizdən nə istəyir deməli, görünür. Don çox, yaxşımı, gözəlmi, nə bilim, neysə görünür. Veridə adi dərəcə. Adi dərəcədə olan sifəti götürməliyik. Deyir, gəl başqa birini alaq. İndi baxaq, beautiful zərfdir. Bizə müqayisə dərəcəsi lazım deyil, adi dərəcə lazımdır. Bu arada mən esse izahını 9'lar üçün bölüşmüşəm, oradan baxa bilərsiniz, eyni essədir. Amma orada müqayisədir. Baxaq A-dan C-yə, leksik sualdır. Bu don çox yaxşı görünür, gəl başqasını alaq, yoxsa bu don çox dəbdən düşmüş görünür, gəl başqasını alaq. Əlbəttə ki, dəbdən düşmüş. A variantı. Deyir, dünən, bu da as çünki mənasındadır, bərabərdir because-a. Çünki dünən çox şaxtalı idi, uşaqlar evdə qalmalı idi. Yesterday keçmişdi deyə had to. Deməli, əziz şagirdlər, must və have to sinonimdir və bunun keçmiş zamanı, keçmişi də bərabərdir had to-ya.
Burada da yesterday var. İndi gəlin baxaq. Deməli, qəbul imtahanından əvvəl müəllim mənə biraz yaxşı məsləhət verdi. Deməli, mənə məsləhət verdi. Advice təkdədir. Düzdürmü? Zemləri ataq birincisi. Gəlin baxaq. Follow olmaz. Bu was keçmiş, follow indiki olmaz. Mən bunu izlədim və nəticə müəllim mənə yaxşı məsləhət verdi. Good-dursa əlbəttə ki, great. Yəni nəticə əlaydı. Sinonim tapmalıyıq. Ona görə də cavab oldu D variantı. Incorrect istəyir, yəni yanlış variantı. Gəlin baxaq. If-you'dan sonra iki isim var. Əsas isim ikincidir. Cəmdədirmi? If-you'dan sonra cəm gəlir. Bir düzdür. Deməli, to-dan sonra a lot of gəlməz. To, a lot of. To olur many, to olur much. Yəni belə. To-dan sonra a lot of gəlməz. Such a little baby giraffe. Belə balaca baby, yəni uşaq bala zürafə deyə. Bəli. Burada such a little, burada cirafə aiddir. İki isim varsa əsas isim ikincidir. Sayıla bilən tək isim bir little burada balaca mənasındadır. Balaca. Yoxsa ciraf sözünə yəni a little saymayan işlənir deyə, ciraf da sayıla bilən isim deyə götürməzdik. Ona görə bu düzdür. Only if you-dan işlənir. Ona görə 4 səhvdir. Bir də to a lot of səhvdir. Yəni 2, 4 bizim düzgün cavabımızdır. Səhvləri istəyir. Gəlin baxaq. Victim qurbandır. Qəza nəticəsində zərər çəkmiş, öldürülmüş şəxs. 3 olacaq A. 1-ə qaldı C. Nisbi, tam olmayan, qismən. Yəni 1 ki 50%. Yəni limited, tam olmayan. 3 A'dır, 2 də B'dir. Çətinlik. Düzgün variantı istəyir. Gəlin baxaq, çox maraqlı sualdır. 100 milyon biz bilirik ki, sonra thousand sözlərinin qabağında article istifadə olunur. Ancaq yüzlərlə maşın, birdən yuxarı miqdar sayı varsa isim cəmlənməlidir. Bir yanlış. Of varsa hər iki tərəf də cəmlənir. 3 doğru. Gəlin baxaq digərinə. Burada mən görürəm ki, mən sayıla bilən tək isimdir. Amma honestdə, baxın, honest. Dürüst adam saatlə başlayır deyə saat səsə görə qoyur article. Ən olmalıydı. 2 yanlış. 4 y ilə oxunur bu. Useful. Və bu saatlə başlasa da sifətin səsinə görə qoyulur. Useful idea. Samitlə başlayıb deyə Yəni cavab oldu 3-4. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olar və daha çox videolardan xəbərdar olmaq üçün bildirişləri aça bilərsiniz. Növbəti videoda görüşənədək sağ olun.